Ölkədə qızılca xəstəliyi ilə bağlı son vəziyyət açıqlanıb. Gündəm xəbərinin efirində 23 iyun tarixidir və bu önəmli xəbəri diqqətinizə çatdırmaq istəyirik. Belə ki, ötən ilin bu dövründə ölkə ərazisində qızılca ilə bağlı risklər davam eləyirdi. Zaman-zaman uşaqlarla yanaşı böyüklər də bu xəstəliyə yoluxurdu. Bəs hazırda ölkə ərazisində qızılca və su çiçəyi ilə bağlı faktiki vəziyyət nə yerdədir? Gündəm xəbər trendə istinadən xəbər verir ki, bu barədə trendin sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, son aylarda ölkə ərazisində qızılca xəstəliyinə yoluxma qeydə alınmayıb. Qeyd olunur ki, qızılcaya qarşı profilaktik tədbirlər çərçivəsində müalicə profilaktika müəssisələrində məhz peyvəndləmə işləri də davam etdirilir. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə su çiçəyi xəstəliyinə yoluxma hallarında da azalma müşahidə edilir deyə mərkəz açıqlamasında bildirib.